Beləliklə, başlayaq dərsimizə. İki dəyişənli xətti tənliklər sistemi. Ümumiyyətlə, deməli, iki dəyişənli nə idi? Hansı formadaydı? Bir də onu gəlin xatırlayaq. İki dəyişənli deyəndə AX üstə gələk BY üstə gələk daha doğrusu bərabərdir C şəklində olan tənlikdir. Burada X, Y-lər dəyişəndir. A, B əmsallardır. C nədir? Sərbəst həddir. Bunlar iki dəyişənli xətti tənlik adlanır. Bu iki dəyişənli xətti tənlikdir. İndiyə qədər öyrənmişdik ki, bir dəyişən olsun, X olsun. İndi artıq X, Y də var. İndi bu iki dəyişənli xətti tənliyin, əgər ikisi birlikdə verilirsə, ikisi birlikdədirsə, belə deyək, sistem halında, sistem bilirsiniz ki, yəni bir neçə dənə də belə deyək, başa düşülür. Yəni iki dənə olduğuna görə buna xətti tənliklər sistemi deyəcəyik. A1X, B1Y bərabərdir C1-ə birincisi. İkincisi də A2X üstə gələk B2Y bərabərdir C2. Burada uşaqlar X-lar eynidir, Y-lər də eyni ədəddir. Amma A1 ilə A2 fərqlidir, B1 ilə B2 fərqlidir, C1 ilə C2 fərqlidir. Bunların həlləri nə olacaq? X, Y ədədlər cütünə iki dəyişənli xətti tənliklər sisteminin kökü deyilir. Yəni, bunlarda həll, deməli, iki dənə həll olacaqdır. İki dəyişən olduğuna görə iki həll olacaq. X və Y. Dediyimiz kimi A1, B1, A2, B2 ədədləri əmsallar olacaq. C1, C2 isə sərbəst həll sayılacaq. Sonra, indi baxaq bu tənliyin nə zaman... Burada deməli əmsalların nisbəti və həmin bu tənliklərin qrafiklərinə görə 3 hal mümkündür. 3 hal var. Birinci halda əmsalların nisbəti A1-in A2-yə, B1-in B2-yə nisbəti əgər bir-birinə fərqlidirsə, baxın bunlar A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbətinə bərabər deyilsə, o zaman bu tənliklər sisteminin bir kökü olacaq. Fərqlidirsə bir kökü olur və demişdik ki, xətlərdə nə olur? Üst-üstə düşür. Yadınızdadsa funksiyada da bundan danışdıq. Funksiyada dedik ki, tənliklər sistemi, funksiya koordinat sistemində veriləndə, əgər iki dənə funksiya fərqlidirsə, o zaman nə olacaq? Oxları, koordinat qrafikləri kəsişəcək. İki müxtəlif funksiyadır da, hər birinin qrafiki başqa cürə ola bilər və gəlib kəsişə bilər. Burada da eynini yadımıza saxlaya bilərik, fərqli olanda. Tənliklər sisteminin də yeganə bir kökü var. İkinci halda A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətinə bərabərdir, amma C1 ilə C2-dən fərqlidir. Fərqli olanda isə, yəni A1 ilə A2, B1 ilə B2 bir-birinə bərabərdir nisbətləri, amma C1, C2-dən fərqlidirsə, onda tənliklər sisteminin kökü yoxdur və sistemin tənliklərinin qrafikləri bir-birinə paralel olacaq. Kimdir? 2013. Yaxşı. İndi, üçüncü halda uşaqlar bir-birlərindən eynidir. Daha doğrusu bir-birinə bərabərdir. Hər biri A1-in A2-yə, B1-in B2-yə, C1-in C2-yə nisbətləri bərabərdir deyə bu tənliklər sistemindən sonsuz sayda kökü var və qrafikləri də üst-üstə düşür. Yenə funksiyada xatırlaya bilərik ki, eyni olanda funksiyalar, onların qrafikləri nə edirdi? Üst-üstə düşürdü. Deməli, uşaqlar, bu verilmiş tənliklər sisteminin kökü dedik ki, X və Y-dir. Yəni, X və Y-in tapılması da onların, yəni iki dənə kökü var, belə deyək. İndi burada nəyə baxaq? Bunlara, bunun bir neçə üsulla, bu tənliklər sisteminin bir neçə üsulla həlli var. Qrafik üsulla həlli var. Bir də, bax, qrafik üsulla həllinə gəlin baxaq, birinci. İki dəyişənli xətti tənliklər sistemini bir neçə üsulla həll etmək olur. Onlardan biri iki dəyişənli xətti sisteminin qrafik üsulladır. Qrafik üsulla, uşaqlar, elə bilin ki, bizə tənlik verilib. Buradan Y-i tapırıq.
y-i x ilə ifadə eləyək. Gəlin bir dənə ona baxaq. Ümumiyyətlə, iki dəyişənli xətti tənliklərdə bizə veriləcək ki, y-i x ilə ifadə et və yaxud x-i y ilə ifadə et. Bu nə deməkdir uşaqlar? Y-i x ilə ifadə et, yəni y-i tap buradan. Y bərabərdir nəyə? 2x minus 4-ə. Burada y-i x ilə ifadə elədik. Əgər x-i y ilə ifadə et desə, onda x-i tapardıq burada. Deməli, neynədik? Y-i x ilə ifadə elədik. Görsünüz, gəldik funksiyaya düşdük. Xətti funksiya yarandı. O birisini də, hər ikisini tapdıq. Y oldu xətti funksiya. Xətti funksiyanı da biz artıq həll eləməyi bilirik davamını. Yəni, neynirdik? Cədvəl qururuq. Cədvəldə x-a bir neçə qiymətlər verib y-i tapırıq, həmin bu funksiyadan y-i tapırıq və gətirib koordinat sistemində bunun qrafiklərini qururuq. İndi bəs burada iki dəyişənli xətti tənliklər sisteminin qrafik üsulla həllində nədir məsələ? Burada uşaqlar bu xətlərin kəsişmənin nöqtəsi bunların həlli olacaq. Deməli, görürsünüz, müxtəlif tənliklərdir, müxtəlif və burada 2-nin A-ların nisbəti B-lərin nisbətinə fərqlidir deyə müxtəlif qrafiklər üst-üstə düşdü. Qrafiklər üst-üstə düşdü. Tənliklər sistemini də kəsişir. Qrafik üst-üstə düşdü, dedim, çaşdım. Qrafiklər uşaqlar kəsişir və bir nöqtədə kəsişir. İndi həmin o nöqtədə bax bu tənliyin həlli olacaq. İndi ona da baxaq. Baxın, x oxunda 1, 2, 3. 3-ü götürürəm, y oxundan da 2-ni götürürəm. Deməli, bunun həlli nə oldu? 3 və 2. Oldu bu xətti tənliklər sisteminin həlli. Bir daha deyirəm, neynədik? Y-i x ilə ifadə elədik. Sonra davamını funksiya kimi, y ayrı-ayrı 2 dənə funksiyadır. X-a qiymətlər verib, y-i tapdıq, cədvəl qurduq. O birisində də həmçinin x-a qiymətlər verib, y-i tapdıq. Hər birinə uşaqlar ayrıca koordinat sistemində neynədik? Qrafik qurduq. Burada da müxtəlif olduğuna görə kəsişdi, xətlər kəsişdi, qrafiklər bir nöqtədə kəsişdi və onun da həllini tapdıq. Bu, bunun bir üsulu. Kəsişməsi. İndi uşaqlar, gəlin bir də əsas iki dəyişən tənliklər sisteminin əvəz etmə üsulu ilə tanış olaq. Əsas məsələlər, yəni ən çox istifadə olunan üsullardan biri. Deməli, əvəz etmə üsulu nədir? Əvəz etmə üsulu adından da görsəndiyi kimi uşaqlar x1-ini tapıb digərində əvəz edəcəyik. Məsələn, baxın diqqətlə bura. Bax, bizə verildi. İki dəyişənli xətti tənliklər sistemi verildi. Deyir, əvəz etmə üsulu ilə bunu həll edək. Birinci halda buradan, bax, birinci tənlikdən x-i tapıram. X-i tapanda, baxın, toplanan cəm. X-i tapanda cəmdən digər toplanan çıxıram. 3-dən çıxdım 2y. İndi tapdığım o x-in qiymətini gətirirəm, bax, ikincisində yeri x görürəm haradasa. Orada yerinə qoyuram. X-in yerini 3 çıxılsın 2y. Yəni 2 vurulsun, 3 çıxılsın 2y yerləşdirirəm. Burada. Əvəz edirəm. Yəni x-i burada özüm tapdığım x-in qiyməti ilə əvəz edirəm. Kimi sualı olsa buyursun versin. Deməli, uşaqlar, harada x gördümsə neynədim? Gətirdim 3 çıxılsın 2y, x-in yerində əvəz elədim. Bizim burada məqsədimiz nədir, uşaqlar? Bir dənə dəyişən yaransın. Çünki 2 dəyişəni həll eləyə bilmədik. İndi biz onu bir dəyişənliyə gətiririk ki, bunu həll eləyək. Əvəz etmə üsulunun məqsədi odur. Yəni, 2 vurulsun, 3 çıxılsın 2y, üstə gedək y bərabər 9 tənliyini həll eləyəcək. Bunu da həll eləyib, deməli, uşaqlar, burada addım-addım yerinə yetirilir. Yəni, ardıcıllıq var. Bu ardıcıllıqla əslində eləmək lazımdır. Bunu etməsək də olar yenə də. Baxaq birincidə. Neynədir? Bax, tənliyin özü budur. Götürdük, bax, birinci tənlikdə görürsünüz. X bərabərdir 3 çıxılsın 2y.
X-i tapdıq. Gətirdik ikincidə neynədik? Yerinə qoyduq X-in yerinə. Bax, burada X-in yerinə 3 çıxılsın 2y qoyduq. İndi üçüncü halda neynəyəcək? X-in yerinə 3 çıxılsın 2y qalır. Bu tənliyi həll elədik. Gətirdik, qoyduq yerinə. Y-i tapdıq -1. Y-i tapdıq -1. Təzədən y-i -1 tapandan sonra artıq y məlumdur. Gətiririk, burada x bərabərdir 3 çıxılsın 2y deyil. Orada da y-in yerinə -1 yazırıq. Və x-in də qiymətini tapırıq. Deməli, həlləri oldu 5 və -1. Kimin sualı varsa versin. İndi biraz da geniş şəkildə izah edeyim. Bu tənliyi həll eləməyi bir də başa salım, tənliyi həll eləyək. Baxın uşaqlar, x-i tapdım 3 çıxılsın 2y. Gətirəm, bax bu ikinci tənlikdə x-in yerinə qoyuram. 2 vurulsun, x-in yerinə nə yazıram? 3 çıxılsın 2y. Baxın, 3 çıxılsın 2y. Sonra davamı yazıram. Üstə gələk y, üstə gələk y bərabərdir 9. Yəni, bu tənliyi həll eləməyi bir də təkrar öyrənək. 2-ni 3-ə vurdum 6, 2-ni 2y-ə vurdum 4y, üstə gələk y bərabərdir 9. 6 çıxılsın 4y-in üstə 1y gələndə, -4y-in üstə 1y gələndə 3y olacaq. Minus 3y bərabərdir 9. Buradan da 3y bərabərdir. 6-dan 9-u çıxdıq. 6 çıxılsın 9. 3y bərabərdir -3-ə. Y də bərabərdir -3-ü 3-ə böldük. Elədi -1. Aldıq y-i -1. İndi burada yuxarıdakı biz x bərabərdir 3 çıxılsın 2y yazmamışdıq. İndi onun yerinə yazıram. 3 çıxılsın 2 vurulsun -1. Bunun y-in qiyməti yerinə qoyub x-i tapırıq. 3 üstə gələk 2, o da deyəcək 5. Tapdıq 5 və -1. Kimin sualı varsa versin. Biraz uzun görsənə bilir, amma yəni çətin bir şey deyil də. Birinci tənlikdə x-i tapıb, ikinci tənlikdə yerinə qoyub əvəz edirik və həll edirik. Sualınız var? Görüntünü bağlayın. Sonra gəlin bir başqasında baxaq. Burada da həmçinin. İndi, burada uşaqlar baxın, biraz daha da gedəndə mürəkkəbləşir. Sadə, məsələn, x, y olanda, qarşısında əmsalları olmayanda onu tapmaq daha rahat olur. Düzdür, bayaqki kimi. Amma burada görürsünüz 3n, bir də 4n. Artıq biz burada n-i və yaxud da m-i tapmaq biraz bizə çətinləşir. Gəlin onu kənarda yazın, başa salın. Baxın, 3m üstə gələk 4n bərabərdir 3. İndi burada ya m-i, ya n-i tapacaq, onun fərqi yoxdur. Hansını istəsək tapa bilərik. O birisi tənlikdə yerinə qoyacaq. İndi n, 4n, n-i tapmaq üçün 4n bərabərdir 3 çıxılsın 3m. 4 vurulsun n bərabərdir. Buna təkrar yazmayım. İndi uşaqlar, n də bərabər olacaq nəyə? 3 çıxılsın 3m-i böləcək 4-ə. 3 çıxılsın 3m bölünsün 4. Bax, bunu tapmağa bir də izah edirəm. 4n-i tapmaq istəyirəmsə, toplanan cəm. Məşğul toplanan tapanda cəmlə digər toplananı çıxdım. Sonra burada vurmadır da uşaqlar, vuruq hasil. Məşğul vuruğu da tapanda 3 çıxılsın 3m-i böləcəm 4-ə. N-i tapdım. İndi gətirəm ikinci tənlikdə, bu ikinci tənlikdə. N-in yerinə bu qiyməti qoyuram. Gəlin baxaq. 2m qalır, çıxılsın. 3-ün yerinə nə qoyacam? 3 çıxılsın 3m bölünsün 4. Bərabərdir 19-a. İndi gəlin baxaq. 2m çıxılsın. Burada 3-ü 4 ilə ixtisar getmədiyinə görə uşaqlar 3-ü mötərizənin içinə vuracaq. Yəni surətə vuracaq. Olacaq. Bir dəqiqə. 3-ü 3-ə vurduq. Oldu 9. Mənfi də axı burada. Mənfini də mənfi 3-ə vuranda üstə gələk 9m.
bölünsün 4 bərabərdir 19-a. Uşaqlar, biz burada görürsünüz, kəsr olanda adətən tənliyi həll eləmək birazca sanki çətinləşir də. Ona görə nə edirik? Hər tərəfi gəlin 4-ə vuraq. Nəyə görə 4-ə vururam? Çünki kəsirdən qurtarmaq üçün 4-ə vururam. Bax, 2m 4-ə vurdum, oldu 8m. Bax, bu kəsirin özün 4-ə vururam ki, bu 4 ilə bu 4 getsin. Oldu 9 üstə gələk 9m bərabərdir. 19-u da 9-a vuranda, daha doğrusu 4-ə vuranda oldu 76. İndi yenə tənliyimizi sadələşdirək. 8m ilə 9m elədimi 17m. Çıxılsın 9 bərabərdir 76. 17m də bərabərdir. 76-nın üstə 9-u gələcək, eləyəcək 85. M də bərabər olacaq 85 bölünsün 17. M-i tapdıq 5. Kökün biri məlumdur. M-i tapdıq 5. İndi ikincidə getirib nə edəcəyik? Həmin harda ki biz M-i tapmışdıq. Bax burada. Baxın uşaqlar burada. Yerinə qoyacaq. Yazıram 3 çıxılsın. 3 vurulsun 5 bölünsün 4. O da olacaq 3 çıxılsın. 3 dəfə 5-in 15 bölünsün 4. 15-dən 3-dən 15-i mənfi 12. Mənfi 12-ni də 4-ə böldük. Mənfi 3. Deməli birinci cavabımız 5 oldu. İkinci cavabımız mənfi 3 oldu. Suallarınızı verin uşaqlar. Bilirəm, biraz çətin gəldi, bəlkə uzun gəldi. Amma yəni 2 dənə tənlikdir. Birindən birini tapıb, digərini də yerinə qoyacaq. Aydın oldu. Müəllim. Hə, kimin sualı var versin. Mənim yoxdur müəllim. Yaxşı, gəlin indi bir başqasına baxaq. Verilmiş 2 dəyişən xətti tənliklərdə x dəyişənini y ilə ifadə eləyək. İndi kim bunu ifadə eləyəcək? Y-i x-la. Daha doğrusu x-i y ilə, y-i x-la fərqi yoxdur. Gəlin bunu kim yazar ki? Validə buradasan. Kim deyər? Xədicə. Mən deyim. Yaxşı, birini sən denən, A-nı sən denən. X-i y ilə əvəz elə. Yəni, x dəyişəni y ilə ifadə elə. X bərabərdir 5x 12 çıxılsın y bərabərdir 12. Aha, 5x bərabərdir 12 üstəgəl y. bəli. X bərabərdir 12 üstəgəl y bölünsün 5. Ay, sağ ol. Bölünsün 5. İndi burada y-i x-la ifadə eləyin. Məryəm deyə bilərsən? Aha. Hə. Buradan indi y-i tapasan da elə bir ki, bax 5x minus y bərabərdir 12 də y-i tapacaqsan. Y nəyə bərabər olacaq? Ona. Necə ona bərabər olur ki? Azalan, çıxılan fərq. Çıxılanı tapanda nə edirik? Azalandan fərqi çıxırıq. Y bərabərdir 5x çıxılsın 13. Всё. Burada qızım adi tənlikdir də. Məsələn, sənə belə bir tənlik verirəm. Tutaq ki, deyirəm 15 çıxılsın x bərabərdir 3. X-i necə tapasan burada? 15-dən 3-ün çıxmayasın. Çıxılanı tapanda nə edirik uşaqlar? Çıxırıq da. Düzdür? Adı üstündə çıxılanı tapanda çıxırıq. Onu da bu şəkildə y-i tapdıq. İndi B-də x-i y dəyişəni ilə əvəz eləyər. Kim? Rüqəyyə de görüm. X-i y ilə ifadə etmək nə deməkdir? Yəni x-i tapmaq deməkdir buradan. X nəyə bərabərdir? X. Kızım toplanan cəm. Məşğul toplananı tapanda nə edirik? Kim deyəcək? Məşğul toplananı tapanda nə edirik? Validə. Salam aleykum müəllim. Aleyküm salam, elhamdülillah. Məşğul toplananı tapanda
Çıxırıq müəllimə. Bəli, cəmdən digər toplanan çıxırıq. -9-dan çıxacaq 7y. Onda eləyəcək Aydındır. 6. Yo, elə belə də qalır axı, heç nə olmur. Hə. Bəli, y-dir, biri də ədəddir. Bəs yaxşı, D-də Xədicə, y-i x-la ifadə elə. D-dən y-i tap. 5y bərabərdir nəyə? Y-i x-la ifadə eləyəndə. Xədicə, buradasan? Bəli, müəlliməm. Hə, de görüm qızım, y-i tap görüm 5y nəyə bərabərdir? Əm, 5y bərabərdir. Azalan, çıxılan fərq. Azalan tapanda nə edirik? Azalan tapanda nə edirik? 3-dən 5-i çıxırıq. Müəllimə 3-dən Azalan 5-i tapanda çıxırıq. toplayırıq. Ay uşaqlar, azalan tapanda toplayırıq. 3-ün üstünə 3x-i gəlirik. 5y tapıranda. Buradan da y tapanda 3 üstə gələk 3x bölünsün 5. Ay uşaqlar, sadə azalan, çıxılan, toplanan, bunları tapmaq ki, sadə 1-ci, 2-ci sinifin nə idi? Tənlikləridir də. Bu da belə. Bunu mütləq bilməlisiniz. Bunu bilməsəniz, siz heç bir tənliyi həll edə bilməzsiniz. Keçək xətti tənliklər sistemini əvəz etmə üsulu ilə həllinə. Birincini kim deyər, üçüncünün A-sını? Zəhra, de görüm. Bunu belə eləyirik də bir dəqiqə x üstəgəl Görsən, x-i tapıb, hazır sənin üçün tapıbdır. X bərabərdir 2 üstəgələ y. Gətirib o birisi tənlikdə yerinə qoyub həll eləyəsən. X-in yerinə nə qoyacaq burada uşaqlar? Bax, bu 2 üstəgələ y var ha. Onu gətirib burada x-in yerinə qoyacaq. Yazacaq nə? Onda belə olacaq da. Hı-hı. 2 üstəgəl y üstəgəl y bərabərdir 9. Aha. Sonra 2y bərabərdir 7. O da eləyir 3,5. 2y bərabərdir 7-yə, 9-dan çıxdıq 2-ni. Y də bərabərdir 7-ni böldük 2-yə, 3,5, bəli. Sonra nə edəcəyik? Bir dəqiqə. 2 Sonra üstə o gələr. 3,5 gəlirik. Bəli, gətirib təzədən y tapanda uşaqlar qayıdıb təzədən birinci tənlikdə y-in qiymətini qoyacağıq ki, x-in qiymətini tapaq. Deməli, cütü nə olacaq tənliklər cütü? Birinci x-in qiyməti 5,5, sonra y-in qiyməti 3,5. Başa düşdünüz? Aydın oldu. İndi o birisində B-ni kim deyər uşaqlar? Bax, x qiyməti verilibdir. Y-9 verilib. Gətirib x-in qiymətin bu dəfə, bax, aşağıdakı hazırdır deyə, gətirib birincidə qoyacaq yenə. Yəni, onun fərqi yoxdur ki, hansında birinci qoyaq, birincidən tapaq, ikinciyə mi qoyaq, yoxsa ikincidən tapaq, birinciyə qoyaq. Onun fərqi yoxdur. Bax, burada görürsünüz, x bərabərdir Y-9-u açıqca veribdir də, özü hazır verib. İndi gətirib, bax, burada yerinə qoyacaq. Validə, de görüm, x-in yerinə qoyaq, 3 vurulsun. 3 vurulsun. X olacaq müəllimə. Yox, x-in yerinə nə yazacaq? Bax, y-9-u. Y çıxılsın 9. Bəli. Üstə gələk. Bax, burada, bax, tənlikdə, hə. 2y. Bəli, bərabərdir. Bərabərdir 4. 4-ə. Burada indi nə edəcəyik müəllimə? İndi bu tənlikdir də, tənliyi həll eləyəcəyik. 3-ü y-ə vuracaq. 3y çıxılsın. 3-ü 9-a vuracaq. 27. Aha, sonra? Üstə gəlsin. Bəli. 2y bərabərdir 4-ə. 3y-lə 2y neçə elədi? Toplayırıq müəllimə. Bəli, ikisi də müsbət olduğuna görə toplayırıq. Oldu 5y. 5y. Bəli. Çıxılsın 27, bərabərdir 4. 5y taparıq buradan. Necə tapacağıq? Azalan, çıxılan fərq. Görürsən, məchul.
Azalandadır, azalanda. Ona görə də Onda azalanı tapanda 5y bərabərdir 4-ün üstünə gələcək 27-ni. hı hı, 5y də bərabərdir neçəyə? 31-ə. bir. Düzdür? İndi davamını da Hı. görək. Burada da vuruq Basınç ilə 5 hasildir. 31-i böləcəyik 5-ə. 5'ə. Bu da eləcək 6 tam onda 2. 6 tam hə 2. Deməli, neynədir? Y-i tapdıq. Düzdür? Hələ bitməyib. Axı x qalıbdı. Gətiririk buradan. Bax, x bərabər idi. Y minus 9. Y-in yerinə 6 tam onda 2-ni yazıb, x-i tapırıq. 6 tam onda 2, o da eləcək mənfi 2 tam onda 8. Aydındır? Deməli, Bəli. tənliklərin cütünü yazaq. Mənfi 2 tam onda 8. Bir də nə oldu? 6 tam onda 2. Bax, bu tənliklər sisteminin həllər cütü oldu. Başa düşdünüz? İndi başqa kim demək istəyir? Eşidirəm ki, Məryəm deyir ki, mən deyim, müəllimə mən deyim. Eləmi, Məryəm? Məryəm, Bəli. sən dedin, mən deyim. Gəl. İndi C-də y bərabərdir 11 çıxılsın 2x. Görsən, y-in qiymətini hazır tapıb sənin üçün. Gətirib, bax, bu birisi tənlikdə yerinə qoyacaqsan. 5x çıxılsın 4 vur 11 çıx 2x bərabərdir. bərabərdir 8. Aha, indi bu tənliyi həll elə görək. 5x çıxılsın. Hə. 4-ü mötərizənin içinə vur. 4-ü 11-ə vur. Biraz tez-tez. 44 çıx. Çıx olmayacaq. Çünki burada da çıxdı, içəridə də çıxdı. Ona görə ikisində də müsbət. Mənfi vuranda müsbət. 4 vurulsun 2x oldu mu 8x. Bərabərdir 8. 5x-dan 8x elədi 13x. Çıxılsın 44. Bərabərdir 8. Düzdür? Sonra 13x nəyə bərabərdir Məryəm? Neyse. 13x-i davam edirsən, tənliyi həll edirsən. 13x də bərabərdir. Azalan, çıxılan fərq. Azalanı tapanda neyniyəsən? Fərqin üstünə çıxılanı gələsən. 13x də bərabərdir nəyə? 52-yə. Düzdür? 8-in üstə 44 gəldik. İndi x nəyə bərabərdir? 52 bölü 13. Ay, sağ ol. 52 bölü 13. X də bərabərdir 4-ə. İndi x-i tapdın. İndi gedək y-i də tapaq. Düzdür? Təkcə x-dən tapmaqla qutarmırıq. Y-i də tapanda necə tapacağıq? Bax, burada yerinə qoyasın. De görün mənə. 11 çıxılsın. 11 çıx. 2 vur 4. Ay, sağ ol. 8. O da elədi 3. Deməli, tənliğimizin, bax bu, xətti tənliklər, iki dəyişənli xətti tənliklər sisteminin həllər cütü nə olacaq? 4 və 3. Aydın olur sizə uşaqlar? Yəni, çox da çətin deyil. Sadəcə, yenə deyirəm, riyaziyyatın yolu onu çoxlu işləməkdən gedir. Bax, bunun qalanlarını da siz işləyəsiniz bu şəkildə. Araşdırın, əziyyət çəkin, oturun, işləyin. İşləyəndən sonra artıq sizin üçün asan gələcək uşaqlar. İnanın ki, bax, bütün öyrənənlər əziyyət çəkənlərdir. Əziyyət çəkib işləmək lazımdır. Yoxsa heç nə hazır olmur. Keçək başqasını da yazaq birin. Kimi istəyir yazmaq? Rüqəyə, sən istəyirsən? Yox. Burada lövhə deyil ki. İstəyirsən, görəndə da lövhəyə çıxmırsan. Burada deyə bilərsən. Buradan Y tap görün. Y nəyə bərabərdir? Azalan, çıxılan fərq. Hə.
Hı. Y bərabərdir 4-ün üstünə nə gələsən? 2x-ə. Düzdür, uşaqlar. Y bərabərdir 4 üstə 2x tapdıq. Gətirib burada da y-in yerinə qoyub yazacağıq. Gəl yazaq. 7x çıxılsın. Bax, y-in yerinə nə yazacaqsa, bax gördüyünü 4 üstə 2x. Amma mötərizədə yazırıq. Niyə mötərizədə yazırıq? Çünki uşaqlar burada çıxma işarəsidir. Mötərizədə yazırıq ki, biz mötərizəni açanda işarə dəyişəcək ona görə. 7x çıxılsın 4, mötərizənin qarşısına çıxma olanda içindəki ifadələr dəyişir. Çıxılsın 4, çıxılsın 2x bərabərdir 1-ə. 7x-dan 2x-in çıxdım 5x, çıxılsın 4 bərabərdir 1, 5x qalır yerində, 4-ü atıram o taya, 1 üstə gələk 4 olur, 5x da bərabərdir 5-ə, x da bərabərdir nəyə? 5 bölünsün 5-ə. X da bərabər olacaq 1-ə. Deməli, birinci x-in qiymətini tapdıq. İndi y-in qiymətini tapmaq üçün gətirib x-in yerinə burada qoyacağıq. 4 üstə gələk 2 vurulsun 1. O da 4 üstə gələk 2. O da olacaq 6. Deməli, oldu 1 və 6. Aydın oldu sizə? Zəhra, başa düşürsən? Zaten bunu keçən dərsdən, yəni biz özümüzə olan dərsdən keçmişdik, yəni tam Hə, aydın. yəni əvəz etmə üsuluna çatmadıq, amma əvəz etmə üsulunda indi başa saldım, indi bir də başa salım. Sonra keçək 4-cüdə biraz da mürəkkəbləşir. Mürəkkəbləşir deyəndə uşaqlar, bax bu tənliyi biz sadələşdirəcəyik. Sadələşdirib yuxarıdakı tənliyi formasına salacağıq. X-ları bir tərəfə, ədədləri bir tərəfə, daha doğrusu ədədləri, y-ləri bir tərəfə tənliyin formasına salacağıq. Amma burada görürsünüz A-da 4-ün altında birinci bir dəyişənli xətti tənlikdir. Bir dəyişənli xətti tənlikdir. Gəlin baxaq. Bax, əvvəlcə bunu sadələşdirəcək. Gəlin bu tənliyi həll eləyək. 3x minus 5 çıxılsın 1 bərabərdir 6 minus 2x. Kim deyər bu tənliyin həllin? Validə de görüm. 3x. Aha, 2 vuracaq 5-ə müəllimə. bəli, 5-ə. bəli, 15. bəli. Çıxılsın 1 Aha. bərabərdir 6 çıxılsın 2x. Sonra, indi 3x-in yanına buradakı 2x-i baxın uşaqlar, bərabərin o tayında duran 2x-i gətirik 3x-in yanına. Nə olacaq? Burada çıxmadırsa, bu bərabərliyi aşıb gəlir, olacaq müsbət. İşarələri dəyişir. Sonra bərabərdir. Aha, de görüm. Burada 5x olacaq müəllimə. 6 qalır yerində. Hə, bu 5x-dir, bunun altından yazacaq cavabı. İndi ədədləri yığırıq bərabərin o tərəfinə. 6 qalır, bərabərin o tərəfindədir. Elə necə var? Qalır. Çünki onu tərpətmirik yerindən. Amma bu mənfi 15-i o taydan gətirəcəyik. Ona görə çıxmadısa, üstə gələk 15 olacaq. Bu çıxılsın biri o taydan gətirəcək. Üstə gələk 1 olacaq. 3x-in üstünə 2x gəldin. Yazdıq. 5x. Bərabərdir neçə? 21, 22. 22. İndi x da bərabərdir. 22-ni 5-ə böləcəyik. O da 4 tam onda 4. X-i tapdıq 4 tam onda 4. Görürsünüz, burada da artıq x-i rahat tapırıq. 4 tam onda 4 verir. İndi buradan da gətirib x-in yerinə 4 tam onda 4-ü qoyub bu birisi tənlikdən tapacağıq. Da burada elə x-i sırazı tapdıq da belə deyək, özünü tapdıq. Da yəni əvəz etmədik. Uşaqlar, 1 dəqiqəmiz qalıbdı. Yarımçıq qalacaq. Bunu da sizə tapşırıram 4-ü. 3-ü 4-ü ev tapşırığı kimi verirəm. Oldu uşaqlar. neçədir? Səhifə 176. Tamam. Oldu. Salam aleykum. Özünüzdən müğayət olun.